Bu mənzilin mebellərində istifadə etdiyimiz materiallar premiumdur. Eger firması, AGT firması və aksesuarlardan Hetik, Almanya istehsalı Hetik firmasına aiddir. Bu hissə 2 metr 50 sm və 2 metr 90 sm hündürlüyündədir. Eyni ilə də 1 metr 50 sm aşağı yuxarı bu hissədir. Soyuducu, pet və mikrovolnovkalı çəkməcəmiz var və bu hissənin uzunluğuna baxsaq, bu qapını sadəcə bir sıxac vasitəsilə açırıq. Tipon, Hetikin tiponudur burada. Material AGT, bamplı bir materialdır. Siz toxunduqca bunu hiss edirsiniz. Buradan bəlkə hiss edirsiniz. Toxunduqda bunun bampını hiss edirsiniz. Bu hissəsi softdur, sadə rəngdir. Üst hissəsinin salafanı soyulmayıb deyənə biraz belə parlaqlığı var. Aksesuarlar Hetikdir, dediyim kimi Almanya istehsalıdır. Yuxarı açılan bütün mexanizmlərdə eyni ilə toxunduqda yuxarı açılır. Bu hissədə varımızdır bizim suşulkamız. Burada hər materialdan, hər aksesuardan var. Deməli, high golddur bu, Çin istehsalıdır, amma mükəmməl bir şeydir. Bax, görürsünüz, üz aşağı düşür və siz rahat şəkildə qablığınızı qoyduqda bir toxunuşla yuxarı qaldıra bilirsiniz. Soft close texnologiya vasitəsilə özü yuxarı qalxır, sakit şəkildə oturur. Şkaflarımızdır, bu da aspiratordur. Aspirator haqqında danışmaq istəyirəm. Aspirator belə bir gizlədirik, bunun qarmoşkasını çıxardırıq. Amma evlərdə bəzi problemlər var, bilirsiniz ki, evin damaxot hissəsi burada olduğuna görə biz bu yuxarını ona görə eləyirik ki, həm burada paduqa hissəsini gizlədir, həm də ki bu üst hissəsindən gəlir və buradan düşür içəri. Eyni ilə də buradan rahat şəkildə açılır, bağlanır. Çəkməcəsini göstərmək istəyirəm. Hetikdir, Aventi şudur, yəni bu da gizlin çəkməcəsidir. Bunlar biraz soft close. Çox sakit çırpınır və heç bir səs də çıxartmır. Bu da dərin çəkməcəsidir. Bütün hissəli profildir. Burada da eyni ilə. Üst hissəsi də keramik granitdir. Evdən mebel tam qurumayıb, tam şəkildə sizə göstərə bilmirəm. İnşallah videosunda çəkəcəm tam qurulmuş versiyada. Davam edirik. Burada bir dənə də dəhliz mebelimiz var. Dərin 90 sm dəhliz mebeldir. Bu hissədə belə bir güzgü var. Aşağı hissəsində, yuxarı hissəsində burada işıqlarımız olacaq. Konsol hissəmiz var buradadır. Dərinliyi dediyim kimi 90 sm-dır. Eyni ilə də bu şkafın dərinliyi 90 sm-dır. Bu hissəni də açırıq. O belə. Çalışın evinizdə əgər mebelləri tavana qədər edəcəksinizsə, bu paduqa məsələsinizi əvvəlcədən dizayn etməyin və yaxud da ki, onu ora vurmayın ki, belə bir görüntü də olmasın. Ümumi olaraq həqiqətən qəşəngdir.